Diqqət, sizinlə işimiz var. İş qurma, mövcud biznesini böyütmək, karyerasında irəliləmək istəyənlər üçün Nərmin Aşurzadə ilə idarə etmənin əsasları başlayır. Yusif, səncə 1000 manat indi, yoxsa 1500 sonra? 1500 sonra. Bu cavabı mən bugün hər kəsi bununla test eləmişəm ki, insanlar necə qərar verir. Səncə belə cavab verən insanlar adətən qərarları necə qəbul edirlər? Yəqin ki, müəyyən bir təcrübə əsasında. Bilmirəm, hər bir insanın öz təcrübəsi var, unikaldır və kimsə indini düşünürsə, digəri gələcəyi düşünür. Şəxsən özümün haqqında, yəni mənə sual gəldikdə heç düşünmədim, tərəddüd etmədim. Biraz gələcəyə yönümlü düşünən olaraq 1500-ü seçdim yəni. Tamamilə doğrudur. Birinci səbəb odur ki, belə qərar verən insanlar uzun müddətli düşüncə tərzində, strateji düşünürlər daha çox. Riskə açıqdılar, risk eləyirlər. Yəni gözə alır ki, ola bilər ki, gələcəkdə heç o da olmasın, amma ola da bilər. Daha sonra səbirli insanlardır. Və ən sonda da investisiya yönümlüdürlər, yəni yatırım etməyi sevirlər. Amma əksini deyən insanlar, onlar qısa müddətli düşüncə tərzinə sahibdirlər, riskdən qaçırlar, ümumiyyətlə risk etməyi sevmirlər. İstəyirlər ki, hər şey onların nəzarətində olsun, kontroldə. Yəni 1000 manat indi versən və salam, daha gözləmə ehtiyacı yaranmır. Və təbii ki, səbirsizdirlər. İndi səncə bunlardan deyə bilərik hansısa pisdir? Bu prinsiplərlə qərar vermək, yoxsa hər ikisinin öz yeri var? Yox, təbii ki, deyə bilmərik. Nisbi mövzudur. Keçən dəfə də rənglərlə də hətta biz onları bölmüş olduq. O olmasaydı, belə bir bölgü olmasaydı, fərqlilik olmasaydı, çox necə deyim, maraqlı olmazdı düşünürəm. Belə insanların müxtəlif olması yaxşıdır və yekun qərar vermədə də həmin o fərqlilik öz yerini verir və öz dəsti xətti ilə də seçilir. Onda sual başqa cür qoyum da. Hansı insanlar, hansı prinsipləri olan insanlar daha çox düz qərarlar verirlər? Axı biz bunu deyə bilməyəcəyik, Nərmin. Mən hətta indi desəm belə, bu mənim şəxsi fikrim olacaq. Onu da ki, rahat bir şəkildə bir challenge eləmək də olur. Coachlar hər şeyi bilmir. Məncə onlar hər şeyi bilir. Özünə belə deyə coach deyənlər bəlkə də bilir. Amma həqiqətən peşəkar coachlar həmişə onu bilir ki, Sokratın sözü olmasın. Mən bilirəm ki, mən heç nə bilmirəm və daimi tələbəyəm, öyrənirəm. Odur ki, düzgünü axtarmayaq məncə. Məncə biz axtaraq ki, hansı situasiyada hansısı ola bilər və hal-hazırda reallıqda hansılar daha çoxdur. Bax, mən onun sualını, daha doğrusu özümə sual verir, onun cavabını axtarıram, amma hələ də tapmamışam. Bəs sən? Məncə sənin dediyin sadəcə nəzəriyyədir. Biz əslində hər birimiz nəsə qərar verəndə təbii ki, istəyirik ki, o düz qərar olsun. Biz nəticədə o qərardan xoşbəxt olaq, bizə ya nəsə qazandırsın. Ən azından peşman olmayaq da, nəyisə görə pis olmayaq ki, mən niyə bu qərarı verdim. Amma nəzəriyyədə deyə bilər bu sadəcə təcrübə idi, eybi yoxla, ən azı qərar verdim və s. Amma nəticədə nə istəyirik? Peşman olmayaq. İstəyirik, amma əminlikmi ki, biz peşman olmayacağıq? Bəlkə də əminlikdən sonra müəyyən bir etapdan sonra yenə bir mənfi məqamlar ortaya çıxa bilsin. Bilmək olmur. Yəni məqam ondan ibarətdir ki, biz qərar verəndə 100%lıq əminlik sahibi olmuruq. Ola bilmərik də. Amma istəyirəm olaq. İstəyirik. İstək təbii ki var. Amma istəklə də həmişə bizim həqiqi addımlarımızı qarşılamır da. İstək bizim elə bir ki, bazamızdır. Biz o bazadan yola çıxırıq. Amma dəqiqliklə 100% ora çatacağıq mı? Həmişə sualdır. Bunu necəsə məşq etdirmək olmur. Məsələn, sən doğru qərar verməyi zamanla öyrənirsən və sonra heç vaxt da qərarlarına görə yanılmırsan. Məşq etdirmək olar. Amma sən onun fərqində olmalısan ki, heç vaxt sözü sənin leksikonundan çıxmalıdır. Heç vaxt demə. Belə bir amil var, belə bir söz var. Və bəli, biz təcrübə ilə böyüyürük. Hərəmizin təcrübəsi fərqlidir. Yaşa bağlı deyil, təbii ki. Bizim rastlaşdığımız situasiyalardan qaynaqlanır. Və bəli, biz həmişə nəyisə bir qərar verəndə müəyyən bir təcrübəyə baxırıq və təcrübədən savayı da bizim daxili bir səsimiz də olur, altıncı hissimiz də olur və mən şəxsən ömür boyu çalışıram ki, hər ikisindən faydalanım və özümü də sorğuluyuram. İndi də özümü sorğuluyuram ki, nə dərəcədə məndə ümumiyyətlə uğurlu alınır o? Əla alınırmı? Xeyr. Əla alınmır. Super alınmır. Amma mənim məqsədim də düşünürəm ki, hər bir insanın da məqsədi də əgər o fərqindədirsə, onu super etmək yox, onun istəklərini müəyyən bir formada qarşılasın deyə yola çıxmaq istəyidir. Mən belə düşünürəm. Və getdikcə müəyyən bir etaplar qət etdikcə yavaş-yavaş uğur əmsalı kiçicik də olsa da dəyişir. 1%, yarım faiz, 2% o dinamikanı, o inkişafı sezmək belə deyək, lazımdır. Amma ideal dalınca biz qaçsaq,
dəfələrlə bunu danışmışıq. Bu dünyada heç bir şey ideal deyil. Qərar vermə haqqında danışırıq. Daha çox rasional qərar versək, bu bizi uğura aparacaq, yoxsa emosional bəzən hisslərimizə də etibar etməyə ehtiyac varmı ya yox və xüsusən də iş həyatında, biznesdə bununla bağlı müzakirəmiz var və siz də qoşulmaq istəsəz bu müzakirəyə, xüsusən də təcrübənizi paylaşmaq istəyirsinizsə, onda buyurun, telefon nömrəmiz açıqdır. Nərmin Aşurzadə ilə idarə etmənin əsasları davam edir. İş işdən keçməmiş dinləyin. Nərmin, indi bayaqdan mənim beynimdə bir dənə sual fırlanır. Soruşmaq istəyirdim səndən ki, ümumiyyətlə bəs yaxşı biz məntiqi tərəfdən danışdıq və emosional tərəfdən danışdıq. Bəs Nərmin özü qərar verəndə daha çox hansı istiqamətə yönləndirir? Püşk atır. Cidden. Mən burada bir sənə inanıram. Bir dəfə belə bir fikir eşitmişdim ki, siz nəyisə bilməyəndə ki, belə edəsiz ya elə edəsiz, orada qəpik atmaq lazımdır. Və sən qəpiyin hansı üzünün düşməsini istəyirsənsə, o an o havada olanda sən başa düşəcəksən ki, nə istəyirsən. Və deməli onu istəyirsən də, onu eləməlisən. Mən yoxlamışam da orada yaxşı üsul oldu. Ciddi deyirsən, ya həqiqətən. Həmişə belə təbii ki olmur, amma çox belə qərarsızlıqda qalanda ki, məndə adətən belə də olur. Amma ümumiyyətlə qərar verəndə mən çalışıram ki, ağılla qərar verim. Düzdür, həmişə alınmır. Məndə belə bir hiss var da. Emosiyalarla qərar verəndə təcrübəm deyir ki, o adətən səhv olur. Əslində ürəyim istəyir onu etmək. Amma mən o qərarı verəndə başa düşürəm ki, mən yenə hisslərimə inandım. Burada nəticə yaxşı olmayacaq. Gərək bir düşünərdim, gərək bir analiz eləyərdim. Bir-iki nəfərlə məsləhətləşərdim sözlərinə güvəndiyim insanlarla. Və elə edəndə nəticə yəqin ki, yaxşı olur. Amma özümə buraxsam təbii ki, istəyirəm ki, hisslərlə qərar verim. Amma mən sənə belə bir şey deyim. Britaniyalı alimlərin təhlilinə görə, sevirik də bu ifadəni. Deyilənlərə görə intuisiya ilə verilən qərar da belə şuur altı müəyyən bir təcrübənin yekunudur. Sən bu ifadə ilə razısanmı ümumiyyətlə? Bu da bir təcrübənin yoludur. Sən hisslə yox, müəyyən bir təcrübə ilə yekunda verirsən yenə də qərarı. O an bir arqument yoxdur, amma sən bilirsən ki, o hardan gəlir də. Yəni bir analiz etmisən nəsə. Biz onu necə başa düşək ki, bu ağıldır yoxsa hissdir? Ümumiyyətlə hiss nədir? Hisslə qərar. Məsələn, məndən soruşursansa, məndə adətən bu müəyyən bir qığılcım kimidir. Məsələn, mən nəsə bir qərar vermək istəyirəm və qərarın müəyyən bir etapında o qığılcım gəlməlidir. O, necə deyim, bir effekt hiss eləməlisən. O içərdən belə bir dalğa gəlir ki, deyəsən düz yoldasan. Amma təbii ki, sən o fərqindəsən ki, sırf ona görə sən vermirsən öz qərarını. Səndə müəyyən bir digər tərəfi də var və mən oturam həmişə onları bir araya qoşmaya çalışıram ki, okey, qığılcım var, əlimizdə müəyyən bir data var. Deyəsən bu uğurlu bir qərara bənzəyir. Amma yenə də bu ikisi də bir balans yaratmağa çalışırsan. Balans yaratmağa çalışırsan. Çünki sən birini seçsən, mütləq şəkildə nəyisə buraxmış ola bilirsən. Çünki belə bir reallıq yoxdur ki, sən həyatda hər bir şeyi məntiqi, praqmatik və hər bir şeyi bilmiş kimi qərar verməsən. Yoxdur, çünki bilmirsən. Düşünə bilərsən ki, bilirsən. Amma sonra vaxt aşırırsan, başa düşürsən ki, o boyda, yəni ki, məqamlar, kontekstlər, nüanslar var ki, onlar sən heç bilmirdin. Mənim bir bildiyin bir data var idi, ona əsasən sən qərarı verdin. Amma həmin o qərar verən müddətdə daxili sənin səsin sənə deyirdi axı, nöşqul asmadın. O nöşqul asmadın mövzusu həqiqətən o balansa gəlir çıxır yekunda, bilirsən? Yox, əslində bilmirdim. Amma indi bildin. Mən sonra qərar verməklə bağlı gördüm ki, sən demə əsas 6 mərhələyə bölürlər. Bilmirəm, bu da yəqin ki, Britaniya alimləridir. Ola bilər. Məsələn, bu burada deyir ki, birinci nəyisə qərar vermək istəyəndə problemi düzgün. Problem dediyimiz yəni situasiyanın, кейsi, hadisəni təyin etmək lazımdır, müəyyən etmək lazımdır. Sonra alternativ variantları fikirləşmək lazımdır. Bəs belə eləsəm, belə eləsəm və məlumatları analiz etmək lazımdır. Üçüncü bu gəlir. Ən uyğun variantı, yəni səni həm o dediyin kimi həm data xoşbəxt edir, həm də ki ürəyin də deyir ki, hə bunu seç və qərarı tətbiq etmə mərhələsidir. Bu 5. Sonrası deyirlər ki, ardın artıq düşünməməlisən. Yəni qərarı qəbul etdin. O hər şey düşüncə ora qədərdir. Sonra mən ayda gərək belə eləməzdim, gərək belə eləyərdim və s. Əslində insanı üzən bunlardır. İnsanı yoran bunlardır. Məsələn, mən nəsə alıramsa, sonra gedib başqa mağazaları gəzib baxmıram yenə. Birdən gözümə düşünürəm ki, daha yaxşısı deyəcəm. Mən peşman olacağam buna görə. Məsələn, bu da eynən belə. Bir qərarı qəbul etdin, sonra gedib başqa variantlara artıq fikirləşməməlisən. Nə fikirləşdinsə ora qədər. Razıyam, amma qismən. Çünki situasiyalar fərqli olur da.
Nərmin, təsəvvür edək ki, belə bir situasiyadır ki, anında qərar verməlisən. Sən düşünürsən ki, bu 6 fazadan sənin vaxtın var keçməyə. Qətiyyən yoxdur. Hə, yox, saniyə söhbəti. Saniyə söhbətidir və qərar verilməlidir və həqiqətən hazır olmayan yaxşı bir söz dedin bayaq istifadə elədin. Yəni təlimləndirmə məsələsi. Həqiqətən zamanla və təcrübə ilə təlimləndirmiş insanlar həmin o saniyələrdə onu eləyə bilirlər. Yəni özünü cilovlayıb müvafiq istiqamətdə lazımi qərarı ola bilsin ki, zamanla başa düşəcək ki, səhv oldu, həmin anda amma düz idi. Onu etməyə bacarırlar. Və mən düşünmürəm ki, bəlkə də bu 6 addımlı yanaşma müxtəlif, yəni bilirəm ki, müxtəlif frameworklar var, yanaşmalar var, metodologiyalar var. Amma bilirsən necə, situasiya var, an var, qərar var. Və həmin o dəqiqədə, həmin o saniyədə necə edəcəksən, edirsən. Və hazırsanmı, hazır deyilsənmi məqamı ortaya çıxır ki, madam ki biz daimi leadership mövzusuna toxunuruq, indiki liderlərdən də belə bir böyük gözləntilər var ki, nəyə görə siz həmin səviyyədəsiz və leadership şapkasındasınız? Çünki siz həmin o dəqiqədə o qərarı verə bilirsiniz. Çünki qərar vermədən qaçmaq biz normal insanın belə deyək təbiətidir əslində. Qərar verməyi xoşlamırıq. Qərar verməyi uzatmağa meylliyik. Bu hamı belədir. Məncə yox. İnsanın baza səriştələrində adətən bu var. Amma hamı deyil nəyə görə? Çünki zamanla kimsə artıq o istiqaməti seçməkdə özünə belə qərar verir ki, mən artıq qərar verəcəm. Hamı qərar verməsə bəs kim verəcək? Və həmin o öhdəliyi belə düzgün vurğuladın ki, sonda onun qərardan sonra o öhdəlik də var. Qərar verdim. O qərardan sonra öhdəliyi daşıya biləcəyəmi onun yükünü? Ən çətini. Onun nəticəsini, ona da hazır olmaq lazımdır. Məsələ odur. Yüksəliş müsabiqəsinin təşkilatçılarından biri ilə danışırdıq. O deyir ki, mən soruşdum ki, məsələn bizim liderləri başqa ölkələrin liderləri ilə, onlarda data var da, müəyyən sualların cavabları və s. Deyirəm ki, onu müqayisə eləyəndə məsələn nə nəticəyə gəlirsiniz? Bizim liderlər onlardan necə fərqlənir, rəhbərlər, menecerlər? O deyir ki, bizim hər şey, yəni bir çox müsbət xüsusiyyətlər vurğuladı, bu əladır, o əladır, amma deyir əsas çatışmayan cəhət odur ki, bizim rəhbər şəxslər qərar qəbul etməyə biraz çətinlik çəkirlər, məsuliyyət götürmək istəmirlər. Yəni bunu maksimal dərəcədə biraz uzadırlar. Sanki əsas problemləri budur. Bu yəqin ki, gedir çıxır ki, müəyyən bir uşaqlıq dövrünə qayıdır da. Sən necə tərbiyə almısan, necə böyümüsən ki, artıq bir nəsil var ki, onlar qərar verməkdə çətinlik çəkirlər. Səncə səbəb nədir? Mən razıyam bu fikirlə. Uşaqlığa gedir və bizim bildiyimiz o dəfələrlə bizim vurğuladığımız korporativ mühitdə ailə mövzusuna gəlir çıxır. Çünki adətən belə mühitlərdə kiminsə qəlbini, onların o qəlb qırmaq kimi qəbul edirlər də, nəsə bir qərar vermədə. Kiməsə toxunanda, mənfi formada kiməsə toxunanda, mən onun qəlbini qırmış oluram kimi qələmə verilir. Halbuki elə deyil. Çünki əgər peşəkar bir ortamdırsa, bu haqda danışmaya ehtiyac yoxdur. Amma oradan gəlir, düzdür. Bu yanaşmadan ki, biz bir ailəyik, biz bir çörək kəsmişik, bir masa ətrafında oturmuşuq və mən bu qərarı verməklə axı onun xətrinə dəyəcəm, ondansa etməyim. Düzələr. Bizim sevdiyimiz ifadə düzələr, yaxşı olar. Amma praktika onu göstərir ki, təəssüf ki, düzəlmir, yaxşı da olmur. Sadəcə zamanı belə deyək də pauzaya qoyub müəyyən müddətdən sonra yenidən qayıdırıq və sonra digər bir məsələyə gəlib çıxırıq ki, kaş ki mövzusuna. Kaş ki mən 6 ay bundan qabaq onu eləyərdim, uzatdım, onun fəsadlarını görmüş oldum. Heyf. Və belə bir dairədir artıq. Həmin o dairədən çıxa bilməyən rəhbərlər təəssüf olsun ki, həmin o dairədə daimi belə deyək qalırlar və onun qurbanı olurlar ki, mən bir tərəfdən qərar verə bilmirəm, kimsə qəlbini qırmıram nəticədə, amma gərək belə pis çıxmasın, qırardım. Yaxşı bir addım olardı, bir örnəkdə olardı. Mən bir nəticəyə də gəlib çıxardıq. Rəhbər ən çox əməkdaşın qəlbini nə vaxt qırır? Onu işdən çıxardanda da yəqin. Mən deməzdim. Sadə bir dənə şərh belə, onun işi ilə bağlı, onun davranışı ilə bağlı hər hansısa bir kənardan müşahidə belə rəhbər oturub fikirləşir ki, mən onu hansı formada ona deyim ki, birdən xətrinə dəyər. Müdirlər elə düşünür. Mən elə bildim onlar heç bir hissləri yoxdur. Yox, düşünür. Artıq başlayıblar düşünməyə. Mən, yəni müdir, bizim bildiyimiz müdirlər, mən onlara heç müzakirə belə etmək istəmirəm. Amma bizim görmək istədiyimiz liderlər, rəhbərlər bəli, artıq düşünür və hətta necə deyim, aşırı bunu düşündüyünə görə biz onlara hətta kommentlərdə bildiririk. Biz konsultant rolunda olanda hər hansı bir ümumi müzakirələrdə ki, dostlar, həmkarlar, yəni artıq qərar vermə vaxtıdır və biznes də indi çox sürətlidir deyə
sürətli qərar vermək vaxtıdır. Sürətli qərar dedim, mən yenə də kitab tövsiyəsi ağlıma gəldi. Bu gün də bir kitabı tövsiyə etmək istəyərdim. Əla bir kitabda əsl bu mövzuluqdur. Deyir ki, yavaş fikirləş, amma tez qərar ver. Şirkətin deyirəm, kitabın adı da belə deyil. O necə olur? Думай медленно, решай быстро. Belə bir kitabdır, rus dilində də elə adlandırılır. Daniel Kahneman'dır, səhv eləmirəmsə. Çoxdan da oxumuşdum bu kitabı, bestsellerdir. Necə olur? Elə də olur. Yəni belə bir situasiyada ki, tez qərar verməlisən. Əgər sən bunun üzərində çalışırsansa, tez qərar verirsən, amma idealda o sən dediyin o 6 pillə falan, deyir, düşünmə fazasını tələsmədən elə düşün. Situasiyadan asılı olaraq. Əgər vaxtın varsa, hər hansı bir strateji bir qərar verəcəksənsə, otur, düşün, tələsmə, müxtəlif rakurslardan bax. Sən ona məntiqi və alqoritmik nöqteyi nəzərdən də baxa bilərsən. Sən ona hissiyat və impuls baxımından, yəni tərəfdən baxa bilərsən. Onu belə fikirləş. Amma anında səni artıq bu uzun müddətli düşüncələr artıq toparlayır və sən müəyyən bir əzələ yığmış olursan ki, belə bir anındakı situasiya gəlib görəndə sən artıq fitsən. Sənin bədənin, sənin beynin artıq ona hazırdır və sən artıq o ifadəni verə bilirsən. Səncə məncə orada bir incə xətt var. Məsələn, çox düşünəndə, Bəli. sonra o qərarı heç cür qəbul eləyə bilmirsən. 100%. Mən bir özünə vaxt qoymalısın. Məsələn, 15 dəqiqə maks və 2 gün düşünəcəm. Sonra çünki mən məsələn nəyisə çox götür-qoy eləyəndə, çox düşünəndə, sonra heç nə eləmirəm. Onun ifadəsi var, hətta belə bir termin də var. Analiz paralizi. Paralici daha doğrusu. Analysis paralysis. Fikirləşmədən paraliz Yəni o qədər sən təhlil eləyirsən ki, elə bir ki, ilişib qalırsan, paraliz tutursan, qərar ver də artıq. Bəs necə özümü saxlayım? Necə bu saxlasın, nə paraliz olmasın? Çox düşünməyim də, yəni bu qədər təhlil etməyim. Əgər sən o fikirlə düşünsən ki, onu kəmiyyətə bağlamasan, ki, təhlilin keyfiyyəti onun uzunluğuna aidiyyatı yoxdur, yəni. Yəni mən 5 gün düşünsəm, ortadır, amma 10 gün düşünsəm, bu əladır. Belə bir dünya yoxdur. Onu bağlamasan sən müddətə, zamana və kəmiyyətə, o da rahat belə biləcəksən. Sən qərara gələndə deyəcəksən ki, okey, olsun da mən 3 gündür bunun üzərində fikirləşirəm, az deyil ki, artıq vaxtıdır, qərar verim. 5 gün düşünsəm, 7 gün düşünsəm, onun nə dəyişəcək? Biz artıq digər bir məsələ gəlib çıxacaq ki, daha da əla olsun, daha da perfeksionizm mövzusuna gəlib çıxacaq ki, yəni ondan da əziyyət çəkirik daimi. Perfeksionizm biz bilirik ki, yəni müəyyən bir mənfi bir şeydir artıq ona çevrilib. Çünki yenə qayıdırıq ki, ideal bir şey yoxdur. Nəyinsə üzərində biz daha da ideal, daha da ideal, daha da ideal deyiriksə, bu bizim üçün bir siqnal olmalıdır ki, biz ilişmişik. Mənə bir prokrastinasiya başlayır. Biz ilişmişik bir yerdə, nəsə etmək lazımdır artıq, hərəkət etmək lazımdır. Dünən bir maliyyəçi efirə qoşulmuşdu. Biz onunla birlikdə danışırdıq ki, büdcənin düzgün idarə edilməsi ilə bağlı və xanımın dediyi hər məqamın əsas oydu ki, sən pulu ümumiyyətlə hisslərdən xərcləməməlisən. Sən nəsə emosional olaraq, sadəcə mən bunu almaq istəyirəm, bunu alsam özümü yaxşı hiss eləyəcəm. Belə verilən bütün qərarlar pulla bağlı, xərcləməklə bağlı. Bu səhv qərarlardır. Məsələn, mən indi orada əslində biraz dedim, amma tam ürəyim də partlayırdı, fikrimi bildirə bilmirdim. Çünki bu pul nə üçündür? Bizi xoşbəxt etmək üçün, düzdür? Bəli. Və biz hiss eləyiriksə ki, bunu xərcləmək istəyirik, bunu nəsə alanda bu bizi xoşbəxt edirsə, burada yəqin ki, çox da rasional düşünmək, götür-qoy etmək buna ehtiyac yoxdur da. Sadəcə bu xərcləyirəm və bu məni xoşbəxt edir, bunu alıram və salam. Ona görə burada səncə pul xərcləyəndə emosional mı daha çox sənin fikrincə qərar vermək yaxşıdır, yoxsa rasional? Əla sualdır. Mən belə yanaşardım ki, mən ümumiyyətlə dopamin faktoruna çox inanıram və hər bir mənim qərarlarımda əgər subyektiv Yusifin fikrini soruşuruqsa, çünki biz hamının əvəzinə danışa bilmərik də. Kimsə özünə görə, hərə özünə görə ümumiyyətlə düzdür, belə deyək. Dünənki qonağımız da öz hekayəsi haqqında, öz baxışları haqqında bir söz dedi, özünə görə də tam doğru bir fikir söyləyib. Yəni şəxsən Yusifin mövqeyi ondan ibarətdir ki, mənə dopamin, hər bir etapda dopamin lazımdır. Mən hər hansı bir sevdiyim işlə məşğul olanda, istədiyim bir şeyə pul da xərcləyəndə. Mən də onun tərəfdarıyam ki, qazanmaq üçün xərcləmək lazımdır. Xərcləyirsənsə qazanacaqsan. Məndə belə bir fikir var və mən ona gedirəm. Düzdürmü, səhvdirmi, o mövzuya girmirəm. Amma digər hissəsi də var da, kontrolsuz və şapagolik kimə deyirlər, kontrolsuz, idarə olunmayan bir formada hər bir istəyimə görə
xərcləri eləyəcəmsə və onları idarə edə bilməsəm, nəticədə müəyyən bir müddətdən sonra ayın sonuna gəlib çıxacağam ki, müəyyən bir şey istəyirəm hələ də. Amma artıq vəsaitim yoxdur. Və orada mənim artıq çox mənfi enerji gələcək mənə. Mən onu fikirləşəcəm. Deyəcəm ki, ayda nəyə görə az oldu, nəyə görə çox oldu və s. və axır. Ona görə orada da müəyyən bir o dediyin görünməyən xətt var. Ki sən özünü tam da sıxmamalısan. Ürəyindən keçirsə et. Yəni özünə bir hədiyyə elə. Yəni dəyər özünü hədiyyələndirmək. O problem yoxdur onda. Amma daimi də bir gözün də olsun, məsəl üçün büdcədə, müəyyən bir olsun məsələlərdə, yəni kartında, digər məsələlərdə və s. Çünki əks təqdirdə sən sonra post factum, yəni əldə etdiyin o hədiyyəyə görə həzzi ala bilməyəcəksən. Çünki deyəcəksən ki, ayda mən yenə kaş ki, ayda gərək belə, gərək elə məsələlərə qayıdacaqsan. Ona görə balans saxlamaq şərti ilə hər ikisindən faydalanmaq lazımdır. Özünü necə çərçivələməyin. Çalışın həzz alın prosesdə. Bu son dediyin daha çox xoşuma gəldi cümlə. Bir daha xatırlatmaq istəyirəm ki, biz bu gün qərar qəbul edilmə haqqında danışırıq. Ümumiyyətlə bu proses sizdə necə başa gəlir? Necə qərar qəbul edirsiniz? Daha çox hisslərlə yoxsa rasional olaraq yanaşırsınız məsələyə? Bununla bağlı fikirlərinizi bizimlə də paylaşa bilərsiniz. Nərmin, növbəti sualım var ha. Həmin sual bilsən nədən qaynaqlanır? Mən həmişə mənə maraqlı olub, həmin hamıdan da soruşuram da ki, siz məsəl üçün məktəbdə oxuyanda müəyyən bir peşə seçiminin qarşısında olmusunuz da. Qərarı nəyin əsasında vermisiniz və ya siz vermisinizmi? Və bəlkə sizin əvəzinizə veriblər və verənlər olubsa da nəyə əsasən veriblər? Yenə də intuisiyamı, yoxsa hər hansı bir məntiq? Bizə daha çox bal məsələsi var da. Yəni balın hara çatırsa, sən ora qəbul olmaq istəyirsən. Yox, onu demirəm. Məsəl üçün bax istiqamət olaraq qruplara bölünür. İkinci qrup, üçüncü qrup, birinci qrup və s. Ora gələndə o seçimi edəndə nəylə, məsəl üçün nədən qaynaqlanırdı sənin seçimlərin? Yəni bu intuisiyaydı, yoxsa məntiqli düşünürdün və ya yox, əgər əvəzvə seçim ediblərsə vaxtilə, onlar nə ilə, yəni ki, fikirləşiblər, nəyə əsas? Yox, mən məhz onu yaxşı sualda əslində adam düşündürür. Məhz onu öz hisslərimlə, ürəyimlə belə qərar vermişəm ki, mən humanitara getsəm daha yaxşı olar. Hərçənd ki, riyaziyyat müəllimi deyirdi ki, səndə nəzərə ala, bu tərəfdə də nəsə alına bilər, amma mən belə hiss edirdim ki, yox, mən istəyirəm ki, humanitarda olum. Çünki danışmaq, nəyisə təhlil etmək, ədəbi tənqid filan, bütün bunlar mənim çox xoşuma gəlirdi. Və əslində elə gedib filologiyanı da oxudum. Amma yenə necəsə gəldi, biz biznes iqtisadiyyatdan da danışıram. Amma mənim seçimim o idi və o düşünürəm ki, humanitarda olmaq, düşüncə tərzimin formalaşması, fikirləşməyimə, düzgün və yaxşı fikirləşmə, mən elə düşünürəm ki, düzgün fikirləşirəm. Buna məsələn kömək oldu. Ona görə onu hisslərlə qərar vermişəm və heç vaxt belə peşman olmamışam da buna görə fikirləşəm. Yaxşı ki elədim və evdəkilər də mane olmadı. Bu çox gözəl bir кейsdir. Məndə məsəl üçün tam əks кейs olub. Məndə evdəkilər məsəl üçün məntiqlə davranaraq mənim intuisiyama imkan vermədilər. Mən də humanitar və 3-cü qrup istiqamətində getmək istirdim, amma o zaman 2004-cü ildən söhbət gedir. O vaxtı 9-cu sinifdə oxuyurdum və o vaxtda artıq müəyyən bir seçimlər və məktəbdə artıq yönümlü bir siniflər formalaşırdı. 10-11 filan istiqamət olmalıdır. Məsələn, riyazi fizika, iqtisadiyyat, nə bilim, humanitar, kimya, bioloji, məsəl üçün belə bir bölgülər var idi. Mən düşünmədən demişdim ki, 3-cü qrup bilmirdim, dedim, humanitar. Dedim ki, soruşanda ki, humanitarda nə var məsələn? Dedilər ki, tarixdir, coğrafiyadır, dillərdir, dedim, əsl mənlikdir. Amma müzakirə əsnasında təəssüf ki, seçim mənə həvalə olunmadı o vaxtı. Düşündülər ki, sən hələ ki tam rəsmi görə bilmirsən, çox emosional davranırsan. Burada amma məntiqli məqamlar var. Biz artıq iqtisadiyyat, nə bilim, artım, biznes, o digər istiqamətlərə gedirik. Ona görə mütləq şəkildə 2-ci qrupa getməlisən. Halbuki riyaziyyatdan o qədər də güclü deyildim. Xüsusi müəllim də tutdular. 2 il müəllimin yanına getdim. Təəssüf ki, onun bəhrəsi olmadı. Çünki bizə belə bir xasiyyət də var məndə ki, yəni mən nəyisə sevmirəmsə, ürəklə etmirəm. Təəssüflər olsun. Və orada da həmişə o mövzunu artıq illər keçdikcə, yəni valideynlərlə oturuq danışırıq. Deyirəm ki, bax görürsüz, qərar vermədə həmişə məntiq və hər hansı bir praqmatikliklə davranmaq yox, hissiyat və intuisiya ilə də davranmaq lazımdır. Çünki mən özüm də məsəl üçün bank sektorunda uzun müddətli çalışıram. Digər maliyyə təşkilatlarına da çalışmışam. Bütövlüklə karyeram 2-ci qrupun karyerasıdır. Amma həmişə mən humanitar insan olmuşam. İndi də eləyəm və həm mənim elə bil ki, yaradıcı tərəfim
Yusifin intuitiv, yaradıcı tərəf tam humanitar tipli insandır və baza zaten odur. Yusif, onda data bizə niyə lazımdır? Əgər biz hisslərimizə güvəniriksə. Məsələn, mən sənin valideynlərimi çox yaxşı başa düşürəm ki, onlar baxırlar ki, əmək bazarında nəyə ehtiyac var, nə etmə, uşaq hara getsə gələcəyi daha yaxşı olacaq. Yəni buna əsasən qərar verirlər və yönləndirirlər. Amma sən isə deyirsən ki, gərək ürəyimdən qərar verərdim, o həyat gətirdi belə çıxartdı. Onda bəs niyə dataya biz baxırıq? Dataya biz baxırıq çünki məntiqi və praqmatik nöqteyi nəzərdən indiki zamanda bizim müəyyən bir istəklərimizi və ehtiyaclarımızı qarşılayan mövzudur. Yəni mən datanı məsəl üçün gözümə gətirməsəm, mən bir ideya ilə gəlsəm bazara ki, mən bunu etmək istəyirəm. Sadəcə mənim istəyim budur. Mənə intuisiya deyir ki, belə bir ideya eləmək lazımdır. Amma məsəl üçün data onun əksini deyirsə və onun o qədər də aktual olmadığını mənə ötürürsə, mən artıq qərarımda hər ikisinə baxıram. Yenə də hər ikisinə baxmalıyam. Data hər bir şey sənə verə bilər. Amma biz anlayırıq da ki, bu dünyada hər şey datanın vacib hissəsidir. Data onun vacib hissəsidir. Amma qərarlar insanların arasında verilir bu qərarlar. O kimyanın, onların arasındakı kimya əsasən verilir. Hər hansı bir duyğular əsasən verilir və zaten bizi insan edən də budur. Çünki əks təqdirdə bizi çox rahatlıqla süni zəka əvəz edərdi. Hələ də diskussiya gedir ki, əvəz edə bilərmi və onun üçün yaradılıbmı ki, bizi əvəz etsin süni zəka? Anlayanlar deyir ki, xeyr. Kim ki bilir nə üçün yaradılıb? Süni zəka bizim üçün köməkçi formada yaradılıb. Yəni bizim köməkçimiz olmalıdır deyə yaradılıb. Əvəz etməyəcək bizi. O vaxtda ki, biz özümüz də müvafiq formada elə deyək, üzərimizdə çalışacağıq və onunla eyni dil tapacağıq. Əks təqdirdə kimi əvəz edə biləcək? Elələri ki, məsəl üçün öz peşəsində, öz inkişafda, belə deyək, öz karyerasında müəyyən bir inkişafa getməyəcək, yerində sayacaq. Artıq onun işi, onun peşəsi artıq o qədər də xüsusi unikallığını itirəcək. Süni zəka gəlib onu əvəz edəcək. Necə ki deyirlər ki, hal-hazırda yazırsan ChatGPT-yə, copywriterları əvəz edir. Elə deyil. İnsan faktoru olmadan güclü copywriteri heç vaxt süni zəka əvəz edə bilməyəcək. Bu təsəlli deyil səncə? Yox, təsəlli deyil, çünki duyğu məsələsi var. O da çox yaxşı emosiyalar imitasiya eləyir. İmitasiya eləyir də, məsələ odur. Amma bizə necə xoş gəlir. Necə danışırsan sənə təsəlli verir, daha çox qulaq asır. O da imitasiyadır. Elə insanlar var ki, indi insanla danışmaqdan daha çox məsəl ChatGPT ilə söhbət eləyirlər. Bu artıq təhlükədir. Mən də söhbət eləyirəm, amma konkret mövzularda, konkret təhlil, research eləyəndə o heç vaxt belə pis çıxmazında, yəni mənim tərəf müqabilim olaraq mənim həyat yoldaşımı, mənim uşaqlarımı dəyişir, yəni əvəz edə bilməsə hansı bir mövzuda da aydın məsələdir. Ona görə yaxşı bir sözdür, mən ondan yapışacağam. İmitasiya. İmitasiya qarşılıq vermək demək deyil. Simulyasiyadır sadəcə, imitasiyadır və s. Amma bu tamamilə 100% insanın verdiyinin qarşılığını vermir. Bu mənim fikrimdir. Qayıdaq sənin sual var. Bəli, nəticə etibarı ilə biz baxırıq. Uğurlu karyera, maliyyə təşkilatlarında uzun illərdir çalışıb və s. Amma beyin olaraq, dopamin olaraq, yanaşma olaraq həmişə, yəni ki, instinktiv olaraq mən humanitar tipli adam olmuşam və öz işimdə belə həmişə onu sərgiləmişəm və özümə sual vermişəm ki, okey, mən tamamilə məsəl üçün humanitar tipli insan olsaydım və mənim peşəm belə humanitar olsaydı, bəs hansı nəticələr ola bilərdi? O sual var. O sual həmişə var. Onu bilməyəcəyik. Amma ola bilsin ki, müxtəlif istiqamətlərdə sınamaq istəyim də bəlkə oradan qaynaqlanır. Bu Səs Azərbaycan, hər hansısa bir həmişə mən özümü arasa yoxlatdırmağa vermişəm də. Şərhçi də olmuşam, reklam da səsləndirmişəm, copywriting də eləmişəm, tərcümə də etmişəm, sinxron tərcüməçi olmaq istəyirdim. Və s. O hardasa sızır. Və yaxşıdır, əladır ki, sızır, bağlanmayıb. Və mən həmişə də digər mövzularda başqaları ilə də müzakirə edəndə deyirəm ki, seçimlərimiz həmişə məntiq və praqmatizm üzərində qurulmamalıdır. Bu mənim fikrimdir. Özünüzü dinləyin, 6-cı hiss var, o mövcuddur. O müəyyən bir təcrübə əsasında formalaşıb və sizə həmişə oradan nəsə pıçıldayır. Çalışın ona da bir qulaq eləyin. Çünki o da sizin səsinizdir. Amma bəzən qorxu və ətrafdakı insanların fikirləri imkan vermir ki, biz o 6-cı səsi eşidək. Bunun üzərində necə işləmək lazımdır? İndi bu haqqda da müzakirəmiz olacaq birazdan. Nərmin Aşurzadə ilə idarə etmənin əsasları davam edir.
İş işdən keçməmiş dinləyin. Nərmin, bir dənə də $1 milyon sual saxlatdırmışam tam axıra. Soruşacağam, düşünürəm ki, nəinki məni, bizi dinləyənləri də maraqlandıran bir sual olacaq. Səni sonuncu dəfə intuisiyaya görə verdiyin qərar, hansı qərar fərqləndirir? Sən onu həmişə yadına salırsan. Deyirsən ki, "Malades sənə Nərmin, bax orada intuisiyaya dinlədin, 6-cı hissi dinlədin, getmədin məntiq məsələsinə." Məsələn, sənlə veriş aparmaq. Aha, gözlənilməz İntuisiyam cavab. dedi ki, bax bu doğrudan necəsə olur, amma mən özüm də tam başa düşmürəm. Məsələn, səninlə veriş aparanda hiss edirəm ki, müzakirə maraqlıdır və ümumiyyətlə təkcə biz kimisə əməkdaşlıq seçəndə ki, komandamızda kimisə görmək istəyirik, biz hiss eləyirik ki, burada nəsə əməkdaşlıq yaxşı alınır, nəsə intuitiv olaraq alınır. Amma bəzən məsələn ciddi ora arqumentlər də gətirə bilmirsən və ya daha sonra müəyyən bir vaxt tələb olunur. Ardıca başa düşürsən ki, səbəb budur, bu insanda məsuliyyət hissi var, insanda o var, bu var və onunla işləsən nəticə yaxşı olacaq. Və yenə də dediyim kimi onlar amma bir balansdır, bir harmoniya təşkil edir də. Birinci hiss edirsən və daha sonra isə bəlkə hiss etmək istədiyin üçün həm də əsaslandırırsan, bilmirəm. Amma əsaslandırırsan və baxırsan ki, doğrudan yanılmadı, nəticə yaxşı oldu. Super, mən gözləmirdim belə bir cavabı. Fikirləşə bilərlər ki, əvvəlcədən hazırlaşmışdıq, amma yox, mənim üçün də cavab gözlənilməz oldu. Təşəkkürlər, çox sağ olun. Yaxşı, Niki, mən öz sualımı verə bilərəm. Təbii ki. Sənin fikrincə, əvvəldə qeyd elədin ki, biz data əslində kömək eləyir. Bu pis bir şey deyil. Əladır, hə. Amma fikirlər də var ki, informasiya həddindən artıq çox olanda və ya seçimlər, insanlara bir anda nə qədərsə seçim verəndə o qərarsız qalır, qərar verə bilmir və ya informasiya çox olduğuna görə artıq müəyyən bir nəticəyə gələ bilmir. Orada bizə lazım olmayan informasiyanı, lazım olan informasiyadan necə ayıraq? Bax, orada bəli, keyfiyyət mövzusudur. Çox gözəl toxundun. Ümumiyyətlə informasiyanın, datanın keyfiyyəti hal-hazırda gündəmdir. Və açığı mən həmişə resurslara, yəni belə deyək də, istinad nöqtələrinə baxıram ki, mən nəyə istinad edirəm? O dayanıqlı nöqtədirmi? Mən ona həqiqətən güvənə bilirəmmi, yoxsa yox? Bu birinci məqam. İkinci də ki, yəni belə deyək də, bizdə Azərbaycan və Bakı xüsusən də balacadır da, ümumi miqyasa baxsaq. İnsanların dedikləri, insanların yaşadıkları təcrübələr, onlardan əldə etdiyimiz informasiyalar bir çox hallarda işə yarayır bilsən. Kimsə belə düşünə bilərik ki, hərə öz hekayəsini danışır və subyektiv davrana bilir orada. Amma bir çox hallarda mənim köməyimə çatır. Məsələn, hər hansısa bir şirkəti araşdırmaq istəyəndə tutalım. Çox uzağa getmirəm də, karyeramı dəyişmək istəyirəm. Karyeramda müəyyən bir dəyişikliklər etmək istəyirəm. Belə bir şirkət ağlıma gəlir, maraqlı gəlir mənə. Dataya baxırsan, gül çiçək. Əla, rəqəmlər partdadır, satışlar gedir, brendinq əla, hər şey super. Amma çox vacib bir amildir ki, orada hal-hazırda çalışan və vaxtilə orada çalışan, amma oranı tərk edən adamlardan bir fokus qrup, kiçik bir fokus qrup formalaşdırasan, onlardan bir sorğu-sual eləyəsən ki, necə idi, xüsusiyyətlər nədən ibarətdir, korporativ mədəniyyətin əsas sütunları nədən ibarətdir. Amma orada şirkətə hirsli qalanlar və ya küsmüşlər sənə səhv yönləndirə istiqamət aparacaqlar. Onu sən hiss eləyirsən. Sən sualların elə olmalıdır ki, sən başa düşəsən ki, yəni zaten qərəzli mövqe hiss olunur. Mən şəxsən qərəzli mövqeni o anda tuta bilirəm ki, adam emosiyalarla mı danışır, yoxsa həqiqətən obyektiv olmağa çalışır. O hiss olunur, o sezilir. Bədən dilindən o an sezilməyə başlayır. Ona görə soruşmağa dəyər. O risk var, amma dəyər. İkinci məqamda, yəni sənin özünün araşdırmaların və nəticədə yenə də nəyə gəlib çıxırıq? O tərəziyə qoyursan da, gəlib çıxırsan ki, okey, bir tərəfdə rəqəmlər və bütün datanın bizə verdiyi mesaj və sənin daxili səsin. O qığılcım var yoxsa yoxdur? Kimya yaranır yoxsa yoxdur? Həm də mən həmişə deyirəm, baxın, hər bir şirkət hal-hazırda saytlarına bir nəzər yetirin. Baxın, saytlarda məsəl üçün strateji baxışları var, missiyası var. Onların baxışı, missiyası sizin ümumi baxış və missiyası ilə uyğun düşürmü? Belə şirkət ola bilər ki, onun əsas missiyası qazancdır. Daha çox qazanaq, millətə xeyir verək. Məsəl üçün də, okey, belə abstrakt və səthi yanaşma sənə uyğundurmu yoxsa yox? Bu yanaşmanın nəyə pisdir ki? Çox belə üstdən gediblər də məsələn də. Məsələn, elə bir şirkət var ki, daha çox dəyər nöqtəsinə girir. Mənə o çox həmişə gəlir ki, okey, dəyəri harda görürlər?
məsəl üçün də hər bir ailəyə dəstək olaq. Nə bilim, bizim cəmiyyətimiz təhsil nöqteyi nəzərdən böyüsün. Məsəl üçün deyirəm də. Bu korporativ sosial məsuliyyəti deyirsən. Amma məqsədi biznesin həm bu. Yəni biz o haqda deyəsən danışmışdıq da. Əgər biznesin məqsədi pul qazanmaqdırsa, onun axırı yoxdur da. Onun məqsədi deyil pul qazanmaq. Pul qazanmaq onun hər hansı bir məqsədin nəticəsidir. Okay? Amma sırf məqsəddirsə pul qazanmaq, mənim o şirkətlə yolum o qədər də yaxın deyil. Obrazlı deyirsən sən Yusif. Yox, Bu sadəcə onu qəşəng, cümləni daha qəşəng göstərməkdir. İstənilən şirkət niyə qurulur? İstənilən sahibkar niyə işə başlayır? Pul qazansın. Və təbii ki, o daha sonra qazandıqca əlbəttə kiməsə yatırım da eləyə bilər, daha yaxşı ağac da əkə bilər, nə bilim, daha yaxşı işlərlə də məşğul təbii ki, ola bilər. Amma onun əsas məqsədi nədir? Pul qazanmaq. Yox da, belə sahibkarlar təəssüf olsun ki, uzun müddətli bazarda qala bilmirlər də. Əgər həqiqətən onun məqsədi ilk giriş nöqtəsi sırf budursa, mən bunu yaradıram. Çox gözəl. Nə üçün yaradırsan? Pul qazanım. Odursa, yəni mənim 3 aydan sonra necə gedir işlər? Bağlandıq deyəcək. Çünki müəyyən bir müddətlərdə orada necə deyim sizə, dəyər prinsipləri var, insan faktoru var, töhfə mövzusu var, nə üçün edir, hara töhfə vermək istəyir və s. Uzağa getməyin, musiqiçi. Əgər hər hansısa bir müğənni, hətta demirəm, musiqiçi, ifaçı, məqsəd olaraq nə üçün musiqi ilə məşğulsan, qazanmaq istəyirəm desə, o pulu qazanmayacaq. O yaradıcı insanlar heç. Okay, sahibkarlar da yaradıcılardır da. Entrepreneur adam bir ideya yaradıcısıdır, bir fikir yaradıcısıdır. O da sahibkar olsa da belə, sahibkarların əsasında bir ideyanın yaradılması prosesi var. Onu xahiş edirəm, bu bizim ümumiyyətlə hər bir sahibkara bir mesajdır və biz onlara qarşı çox belə praqmatik yanaşırıq və düşünürük ki, bu adam müdürdür də. Amma sahibkar kim ki öz biznesini yaradır, o yaradıcı insandır mütləq. Musiqiçi ilə, aktyorla, digər yaradıcı insanlarla eyni səviyyədə, eyni təbəqədə gedən insandır, hətta mütləq şəkildə. Əks təqdirdə yəni heç nə alınmayacaq. Və qayıdıram o mövzuya ki, əgər əsas istək pul qazanmaqdırsa və ya məsəl üçün bütün dünyaya tanınmaqdırsa, mən istəyirəm hamı məndən danışsın. Mən istəyirəm YouTube-da mənim baxışım milyonlar olsun. Sən ona görəmi oxuyursan? Bəli, ona görə oxuyuram. O zaman onun ömrü çox qısadır. Amma onun ömrü məsəl üçün mən musiqi ilə nəyə görə? Mən mesaj ötürürəm. Mən öz içimi açıram, paylaşım edirəm. Mənim, yəni belə də hekayəmi danışıram və onun nəticəsində bütün bu maddi tərəflər gəlirsə, o zaman yəni hər şey düzədir. İndi bu sənin emosional tərəfində, bu yaradıcı insan indi bunu danışır. Amma sahibkarlar nədir? Növbəti efirlərdə bu haqqda da onların da fikrini eşitmək istəyirik. Vaxtı az qalıb deyə mən istəyirəm ki, qorxudan da danışaq. Qərar qəbul edərkən ən çətin məqamlardan biri budur. Sən başa düşürsən ki, və ya bu danışığı indi etsən, hər hansısa bir çətin və qorxulu gözünə görünən nəsə varsa, bilirsən ki, onu etsən, bütün uğur onun arxasındadır. Daha tez və daha yaxşı nail olmuş olacaqsan, amma edə bilmirsən. Ona görə belə qorxuların öhdəsindən necəsə tez gəlməyin bir üsulu, yolu var. Yox, tanımıram. Belə cavab gözləmirdim. Bəli. Çünki yox da, belə olsaydı ümumiyyətlə riyakar olardım o zaman. Çünki mən bilmirəm həqiqətən o cavabı. Hər birimizin bir qorxuları var. Əgər sual ondan ibarətdirsə ki, ümumiyyətlə qorxu ilə necə bir işləmək lazımdır, başqa mövzudur. Hərənin özünə görə xüsusi, unikal və öz təcrübəsinə qaynaqlanan bir qorxuları var. Amma korporativ biznesdə ən populyar qorxu səhv etmə qorxusudur. Sifət bu qədər bəsit, çox da yəni necə deyirlər, onu belə mürəkkəbləşdirməyək. Mən qorxuram qərar verməyə. Niyə qorxursan? Səhv etməkdən qorxuram. Niyə səhv etməkdən qorxursan? Çünki bütün bu mövzular məncə ayrıca mövzulara xitab edən mövzulardır, amma o çünkilər həqiqətən çoxdur. Və qorxur, çünki səhv etməkdən qorxur. Artıq bu həftə bu mövzuda biz düşünürəm ki, növbəti həftələrdə həftələrdə mövzudur. Yəni 2-5 dəqiqə ilə onu əhatə etmək qeyri-mümkündür. Ona görə mən düşünürəm ki, bu mövzuya yenidən qayıdacağıq sənə. Bir dəqiqə idarəçi ilə adi əməkdaşın qorxuları da fərqlidir. Yox, təbii ki. Təbii ki, çünki o da öhdəlikdən irəli gəlir. Məsələn, sənin üçün hansı daha qorxuludur? Rəhbərin sənə deyir ki, işdən çıxarıldın, yoxsa sən kiməsə deyirsən ki, biz falan ki, sən öz əməkdaşını işdən çıxardırsan. Səncə bu sənin üçün qərarların hansı daha qorxuludur? Mən cavab versəm ki, heç biri nə çıxdan müdir qulaq asmır verilişə? Yoxsa
Mənim müdirim yoxdur da, mənim liderim var. Ya doğrudan axı çəkindirməlidir. Baxın, belə deyim, mən bir müddətdir ki, bir karyeram var mənim. Məni bazarda da tanıyırlar. Bilirlər ki, mən nə işdən çıxmaqdan qorxuram, nə qərarlar verməkdən qorxuram və mən artıq məndə o səriştə var ki, kiməsə işdən çıxmaq lazımdır kəlməsini deyə bilirəm. Hansı formada, mülayim formada onun üsullarını bilirəm təbii ki. Amma o da bir səriştədir. Onu deməyə bacarmaq lazımdır. Amma ən çox qorxduğum məsələ, qorxduğum da deməyim, xoşlamadığım və mənə mənfi enerji ötürən mövzu mənim işimin faydasız olmasıdır. Əgər mən artıq hiss edirəm ki, bir müddətdir artıq işləyirəm, mən bir yol qət etmişik, amma hal-hazırda artıq heç nə ötürə bilmirəm şirkətə, mən fayda vermirəm və ya artığam, ola bilsin, mən belə düşünürəm. Artıq mən bir bazarın skanninqinə başlayıram və yeni çağırışlar dalıcı gedirəm. Bax, bu hiss məni narahat edir. Həmişə mən xoşlamıram hər hansı bir şirkətdə. Hər şey əladır, niyə çıxırsan? Hər şey superdir, gözəldir, komfortludur, amma mən özüm hiss edəndə ki, faydasızam. Sən özün mənə deyə bilərsən ki, yox, niyə faydasızsan? Çox gözəl faydalar. Amma mən özüm dərk edəndə ki, faydasızam. Bax, orada o hiss məni hər hansı bir dəyişikliklərə vadar etməyə başlayır. Səncə bu mövzunu yekunlaşdırmaq üçün sonda nə demək lazımdır? Sonda demək lazımdır ki, qorxmayın. Hətta qorxu idarə olunan mövzudur. Qorxmaq lazım deyil, hərəkət eləmək lazımdır. Amma hərəkət eləyəndə çalışın həm emosiyalarınıza qulaq asın, həm də məntiqi də elə deyək də əhatənizdən buraxmayasınız. Çünki sırf birdən əslində fokuslansaz, sonra deyəcəksiniz ki, ay da